Bir ay boyunca qəlblərimizi təmizlədiyimiz, dualarla Allaha yaxınlaşdığımız mübarək Ramazan ayı artıq başa çatdı. Bu ay bizə səbr etməyi, şükr etməyi öyrətdi. Bir tikə çörəyin, bir damla suyun belə necə böyük nemət olduğunu xatırlatdı. Bu Ramazanı bizimlə qarşılayan, amma bu bayram səhərini görməyən insanlar da oldu. Bizə isə bu mübarək ayın bərəkətindən bəhrələnmək fürsəti nəsib oldu. Ramazan bizə bir ay boyunca qəlbimizin səsini dinləməyə öyrətdi. Bu mübarək gündə Allah evlərimizə bərəkət, qəlblərimizə rahatlıq, ölkəmizə sülh və birlik nəsib etsin. Bizi fitnələrə uymayan, haqq yolundan ayrılmayan, qəlbi imanla sabit olan bəndələrindən qərar versin. Tutduğunuz oruclar, etdiyiniz dualar və bütün ibadətləriniz qəbul olsun. Ramazan bayramınız mübarək.